Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Elm və Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə əmək yarmarkası keçirildi. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və məzunları üçün təşkil olunmuş yarmarkada 30 işə götürən tərəfindən 341 vakansiya təqdim edildi. Bakı Regional Məşğulluq Filialının müdürü Habil Aliyev bildirdi ki, təqdim edilən vakansiyalar sənaye sahəsi üzrə olan peşələrdən ibarətdir. Vakansiyaların əsas sənaye sahəsi üzrə olan peşələrdən ibarətdir və iştirak yetərli saydadır. Biz hər il bu yarmarkaları təşkil edirik. Məqsədimiz əmək bazarının tələbinə uyğun peşə və bacarığı olan kadrlarla müəssisələrimizi, işə götürənlərimizi təmin etməkdir. Eyni zamanda işsiz və şaxtalan şəxslərimizin işə götürənlərə əlçatanlığını təmin etməkdir. Əmək yarmarkasında 400-dən çox tələbə və məzun iştirak edir. Bunu jurnalistlərə açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla İş və Kommunikasiya şöbəsinin müdürü Nigar İsmailzadə dedi. Tədbirdə deməli 400-dən çox bizim tələbəmiz və məzunumuz iştirak edir. Burada 10 peşə təhsili mərkəzlərinin müxtəlif ixtisaslar üzrə, müxtəlif istiqamətlər üzrə tələbələri və məzunları iştirak edir. Yalnız bu peşə təhsili mərkəzinin deyil. Buraya eləcə də məsələn mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi, turizm sahəsində ixtisaslaşan, emal sahəsində ixtisaslaşan, texnika və texnologiya və digər peşə təhsil mərkəzlərini aid eləmək olar. 400-2000 azın məbləği intervalı arasında vakansiyalar çıxarılmışdı. 241-dən çox vakansiya çıxarılmışdır. Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzində əmək yarmarkaları 4-cü ildir keçirilir. Mərkəzin direktorunun sözlərinə görə yarmarkada 17 ixtisas üzrə təhsil alan tələbələr təmsil olunurlar. Əmək yarmarkası bizim mərkəzimizdə 4-cü ildir keçirilir. Hansı ki, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili Dövlət Agentliyinin təşkilatçılığı, Sənaye İnnovasiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə və bu yarmarkada bizim mərkəzimizdə 17 ixtisas üzrə təhsil alan tələbələr təmsil olunur. Hansı ki, bunlar avtomobil, elektrik, elektronika, mexanika, interyer kimi ixtisaslardır və ümumi məktəbimizdə isə 32 ixtisas üzrə 1400 tələbə təhsil alır və bu tələbələrdən bu gün sonuncu kurs, hazırda praktikada olan tələbələrimiz, eyni zamanda daha öncə məzun olmuş tələbələrimiz əmək yarmarkasında aktiv iştirak edirlər və öz profillərinə uyğun vakansiyalarla tanış olacaqlar. Yarmarka iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Onların sözlərinə görə bu kimi yarmarkalar tez-tez təşkil olunmalıdır. Xeyri çoxdur. Bizim müəssisədən yəni bir neçə tələbə belə yəni ki CV verdi. İnşallah cavabları da yaxşı çıxar. Yəni ki biz özümüz avtomobil sahəsində yeni nəsil üçün avtomobillərin yəni elektronika barədə, bateriyası barədə biz ora CV-lər verdik. Yəni ki bizim müəssisəyə görə, yəni ixtisasımıza görə də keçərlidir. Tələbələr üçün faydası bunun çoxdur. Mən özüm məsəl üçün 3 ildir demək olar ki avtomobil işi üzrə məktəbdən sonra işləyirəm. Yəni 3 il ərzində çox servis dəyişmişəm, çox ustalar tanımışam. Yəni bugünkü tədbirdəki kimi təklif hələ gəlməmişdi mənə. Yəni bu təklif həqiqətən də yaxşı təklif idi, şans idi. Bu yarmarkada əsas bizim qazandığımız olurdu. Çoxlu vakansiyalar var. Bizim üçün yararlı olan var. Biz hətta burada bir vakansiyaya da yaxınlaşdıq. Bizim üçün yararlı oldu. Bu yarmarkalar davamlı olaraq keçirilsə əla olar, yaxşı olar. İş axtaranlarla yanaşı vakansiya təqdim edən şirkətlərin nümayəndələri də yarmarkadan razılıqlarını bildirirlər. Onların sözlərinə görə yarmarka sayəsində istədikləri işçi heyətini tapmaq daha asanlaşır. Bugün əmək yarmarkasında iştirak etməyimizin əsas səbəbi şirkətimizə kifayət qədər təcrübəli əməkdaşlar axtarışındayıq. Bugünkü yarmarkada sahə rəisi, mühəndis və bəna vakansiyaları üzrə axtarışdayıq. Biz bundan əvvəl də bir neçə dəfə yarmarkalarda iştirak etmişik və bundan kifayət qədər faydalanmışıq. Ötən yarmarkalarda da təqdim etdiyimiz vakansiyalar üzrə 20-yə yaxın vakant ilə görüşdük və bunlardan bir neçəsi artıq şirkətimizdə işə başlayıbdır. Ümid edirəm ki, bu yarmarkada bizim üçün və digər iştirakçılar üçün də kifayət qədər yararlı olar.
Vakansiyalara müraciət edən şəxslərə iş öhdəlikləri barəsində ətraflı məlumat verildi. Uyğun namizədlərin qeydiyyatı aparıldı. Bununla yanaşı tədbirdə Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri və layihələr haqqında ətraflı məlumat verildi. Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi bu cür yarmarkaları mütəmadi olaraq ölkənin müxtəlif şəhər və rayonlarında təşkil edir.